Herkese selamlar. Bu dersimizde Python'da loop növü olan for looplar hakkında danışacağıq. Python'da for loopları təkrarlanan əməliyyatları həyata keçirmək üçün istifadə olunur. For dövrü ilə bir verilən dəstənin üzərində təkrarlanan əməliyyatları yerinə yetirmək mümkündür. Əgər bizdə bir neçə elementdən ibarət bir siyahı və yaxud da bir collection data type'ında olan hər hansısa bir dəyər varsa, bu elementlər üzərində əməliyyat aparmaq üçün for loop'dan istifadə edə bilərik. Bu dərsimizdə for loop'un necə işlədiyini, nə vaxt istifadə edildiyini, onunla bağlı müxtəlif nümunələrə baxacaq. İlk öncə for loop nədir və necə işləyir onu öyrənəcək. For loop hər hansı bir verilən strukturun üzərində təkrarlanan əməliyyatları yerinə yetirmək üçün istifadə olunur. Bu struktur müəyyən bir ardıcıllıqla təkrarlanan əməliyyatları yerinə yetirir. Burada for'un sintaksisi element, iterable, yəni elementimiz bu ardıcıllıqdan alınan hər bir elementdir. Hər dəfə dövr yeniləndikdə bir yeni element əlavə olunur. Iterable bu üzərində təkrarlanan verilənlərdir. Bu istənilən bir verilənlər ola bilər. Əməliyyat isə hər bir element üzərində yerinə yetiriləcək əməliyyatdır. İlk öncə forla bağlı sadə bir nümunəyə baxaq. Bizim bir listimiz var, hansı ki rəqəmlərdən ibarətdir. Və biz oradakı bütün rəqəmləri çapa vermək istəyirik. Hər dəfəsində print ilə bunu yazmaq, yəni çox qüstar üsuldur. Onun yerinə for döngüsünün, for loopundan istifadə edərək daha bir yol ilə həll edə bilərik. Bunun üçün bir element yazırıq. Element istədiyiniz bir şey ola bilər, fərq etmir. Mən məsələn i yazıram. In nəyin içində axtarıram? Yəni iterable dəyişənim nədir? Onu qeyd edirəm. Onun adı list1 və daha sonra boşa nöqtəmi qoyuram və etmək istədiyim əməliyyatı qeyd edirəm. Burada əməliyyatlarımız i üzərində gedəcək. Print i deyək və bu qədər. Burada for döngüsündə döngünü bitirmək üçün hər hansısa bir xüsusi şərt qeyd etməyimiz çox vaxt lazım olmur. Çünki bizim burada yazdığımız iterable obyektlər çox vaxt bu formada, yəni sonlu olur. Gördüyünüz kimi 5'ə qədər hamısını bu formada çap etdi. Burada siyahının hər bir elementini i dəyişəninə təyin edirik. Və hər dəfəsində print ilə onu ekrana yazdırırıq. Dövr ardıcıl olaraq siyahının hər bir elementini alır və ekrana yazdırır. String üzərində edək. Məsələn, bizim bir sözümüz var, hansı ki Python deyək və mən buradakı hər bir hərfi ekrana yazdırmaq istəyirəm. Bu formada necə edək? For. Yenə burada məsələn A yazıram bu dəfə. In. Nəyin içərisində axtarıram? Nəyin içərisində əməliyyat aparıram? Söz. Qoşan nöqtə və etmək istədiyim əməliyyat. Mən print etmək istəyirəm yenə. Bura A-nı qeyd edirəm və sonra end yaza bilərəm ki, mənə boşluqla çıxart. Və run etdikdə görərik ki, hər bir hərfi, yəni hər bir simvolunu ayrı-ayrı çıxartdı. Stringdəki hər bir xarakteri alır və onu A dəyişəninə təyin edir. Sonra bu dəyişəni ekrana yazdırır. Bir digər növü isə range funksiyası var, hansı ki bizdə məsələn birdən 20'yə qədər ədədləri sıralamaq istəyirik, amma durub onu list halında yazmaq çox vaxtımızı alır. Bu zaman nə edə bilərik? Daha qısa yolu var. For i in range funksiyası var, hansı ki biz burada deyirik ki, 1'dən başla 20'yə qədər davam et.
Sadəcə burada bir daxildir, amma 20 ikinci yazdığımız daxil deyil. 19-a qədər gedəcək. Və əməliyyatımızı qeyd edirik. Mən ekrana yazdırsın istəyirəm. Və run etdikdə gördüyünüz kimi 1-dən 19-a qədər bütün ədədləri run etdi. Bu ədədlər üzərində dövr keçirək hər birini ekrana yazdır. Sadəcə ikinci yazdığımız 20 daxil deyil. Range funksiyası müəyyən bir sayda təkrarlama üçün istifadə olunur. Bu funksiya ədədlər arasında bir ardıcıllıq yaradır. Burada üçüncü bir dəyər də ola bilər. Elə bir start, end və step, yəni addım dediyimiz. Mən burada 3 də yaza bilərəm. Hansı ki 1, daha sonra 4, daha sonra 7, 3 artaraq gedir. Gördüyünüz kimi 3 artaraq getdi. Dictionary-də typelar üzərindən bir for döngüsü götürək. Biz dictionary-də həm key, həm də value dəyərlərimiz var idi. Biz onların hər birinin üzərində for loop-dan istifadə edə bilərik. Hansı ki bizim bir user dictionary'miz olsun. Onun adı olsun. Məsələn deyək ki Əli. Daha sonra yaşı olsun 20 və user type deyək. Admin. Və sonrasında mən for loop-dan istifadə edərək onları bir-bir çapa vermək istəyirəm. Bu zaman bizim burada 2 dəyişənimiz var. Key və value. Mən onlara həmin öz adlarını vermək istəyirəm. In user nöqtə items deyirəm. Burada bilirsiniz ki user.items bizə hər ikisinin tuple formasında qaytarır. Yəni bizə həm adı verir, həm də onun qarşılığı olan əlini verir. Bizim burada 2 dəyərimiz var. Bu səbəbdən burada forda ikisini də qeyd etməliyik. Və daha sonra hər iki üzərində etmək istədiyimiz əməliyyatı qeyd edirik. Məsələn, print yazıram. F stringlə demək istəyirəm ki, case value və bunu run etdikdə gördüyünüz kimi ad, Əli, yaş, 20, user type, admin hamısını çıxartdı. Burada items metodu ilə key və value əldə edirik və key və value cütlərini for loop ilə ekrana çap etdirik. Listlər üzərində əməliyyat apara bilərik. Hansı ki list compression gedir. For loop-u daha qısa şəkildə yazmaq. Bu xüsusilə sadə əməliyyatlar üçün istifadə olunur. Məsələn, bizim yuxarıda bir listimiz var idi. List 1 deyək. Və məsələn, bu ədədlərin 2 mislini yazmaq istəyirəm yeni bir listə. Onu necə edə bilərik? Onun üçün yeni bir list deyirəm. Yeni list bərabərdir. Və listdə bilirik ki, kvadrat mötərizələrdir. Kvadrat mötərizələrimi açdım. Etmək istədiyim əməliyyat. Onu qeyd edirəm. İlk öncə mən nə istəyirdim? Hər birinin 2 mislini tapmaq. Bunun üçün i vurulsun 2 deyirəm. Və daha sonra for loopumu yazıram. Deyirəm ki, in list 1. Biz bunu normalda bu formada yazardıq. Yəni burada deyərdik ki 2-yə vur. Yəni
Ama biz onu burada list comprehension deyirlər bu üsula. For loop'u daha kısa şəkildə yazmaq. Və onu yenidən çağırdıqda 2 mislini almış olacaq. Gördüyünüz kimi 2, 4, 6, 8, 10. 2 mislini aldıq. Burada sadəcə diqqət etməliyik ki, burada yazdığımız əməliyyatdakı elementlər eyni olsun. Yəni, fərqli olsa error alacaq. Burada istədiyimiz əməliyyatı yaza bilərik. Kvadrata qaldırmaq da ola bilər. Gördüyünüz kimi hamısını kvadrata yüksəltdi. Və bu üsuldan istifadə edərək yeni bir list yaratdıq. Nested loop dediğimiz iç-içe looplar da olabilir. Bir for döngünün içerisinde bir neçə for döngü de yazabilir. Yani bu sizden asılı bir şeydir. Məsələn, mən 2 dənə rəqəmin 2 sıranın hasilini götürmək istəyirəm. 1 ilə 4 arası rəqəmlərin hasilini görmək istəyirəm. Bunun üçün for i in range deyirik, hansı ki 1 ilə 4 dedik. Step yazmağımıza ehtiyac yoxdur. Default olaraq bir dəyərini alır. Və sonradan keçirəm həmin döngünü, məsələn 1-i yenidən 1-dən 3-ə qədər hamısını vurmaq istəyirəm. Bu zaman ikinci bir for döngü daha yazmalıyam içində. Yenidən for, bu səfər J deyirəm. In range 1-dən 4-ə. Və yenidən qoşa nöqtə qoyuram. Burada isə etmək istədiyim əməliyyatı qeyd edirəm. Bu əməliyyatda həm i-ni, həm də j-ni istifadə edə bilərik. Məsələn, mən print deyirəm. Bir dəfəsində f-stringdən istifadə eləyək. I deyək və daha sonra j deyək və sonrasında da onların hasilini verək. Məsələn, elə bir şey də edə bilərik. Yəni, burada etmək istədiyiniz əməliyyat artıq sizdən asılıdır. I vurulsun j. Gördüyünüz kimi, baxın 1 üçün range 1-dən 4-ə qoymuşuq deyə 3-ə qədər gedir. 1 hasili 1, 1-lə 2, 2, 1-lə 3, 3. Daha sonrasında 2 üçün eyni şeydir, 3 üçün hər eyni şeydir. Yəni bir döngü özünün içərisində də yenidən döngü yaradır. Burada bir növ 2 qat dövrdən istifadə etmişik. Bu dərsimizdə for loop'un necə işlədiyini, müxtəlif verilənlərlə necə istifadə edildiyini gördük. For loop Python'da təkrarlanan əməliyyatları yerinə yetirmək üçün istifadə olunur. For loop'da müxtəlif verilənlər tipləri üzərində əməliyyatlar aparmaq üçün istifadə edə bilərik. Bu təcrübə ilə Python'da təkrarlanan əməliyyatları daha effektiv bir şəkildə həyata keçirmək mümkündür.